Salamlar. Bu günləri sizə spontan alınan möhtəşəm Norvegian kruiz biletim haqqında danışmaq istəyirəm. Deməli, kruizin başlamasına 5-6 gün qalmış mənə bir təklif gəldi ki, bəs belə bir bilet var. Mən də okay verdim və kruiz biletim alındı. Mənim bu dəfəki səyahətim Norvegian Pearl gəmisi ilə idi və çox gözəl bir səyahətim keçdi. Və Viyanadan Afinaya yola düşdüm və Afinada gördüyünüz kimi lançda oturmuşam və bacımı gözləyirəm. Bu səyahəti bacımla keçirdəcəyəm və Afinada lançda çox yaxşı stollar, eyni zamanda batareykanı şarj etmək üçün tok yerləri var idi və bu da mənim çox işimə yaradı. Orada rahat oturdum və bacımı gözlədim. Bacım gələndən sonra gəmiyə getmək üçün Afina şəhərinə yola düşdük. Biz belə planlamışdıq ki, bir gecə Afinada qalaq, ondan sonra səhərsi gün rahat dincimizi aldıqdan sonra Pire limanına yola düşək və elə də oldu. Biz deməli Afinanın tam mərkəzində Airbnb bir otaq tutmuşduq. Gecəsi 28 euro idi və həm qiyməti, həm də şəraiti çox gözəl idi. Gəldik, əşyalarımızı buraxdıqdan sonra düşdük Afinanın necə deyərlər canına. Bacımla o qədər gəzdik, o qədər güldük ki, bir də oyandıq ki, səhər saat artıq 5-15 dəqiqə işləyib və fərqində olmadan bu qədər gəzmişik. Niyəsi də ona görədir ki, Afinada demək olar ki, səhərə qədər bir çox kafe, restoran işləyir və ona görə fərqində olmadan gün çox tez keçdi bizim üçün. Bu arada çox gözəl çörək, un məmulatları vardı. Bu videoda göstərilənlərin əksəriyyətini alıb yedik və səhərsi gün hazırlaşıb otaqdan çıxdıq və ə, metro ilə gəmiyə doğru yola düşdük və gəldik gəmiyə. Registrasiyadan keçdik. Registrasiyadan çox asan keçirsən, deməli gəlirsən, aşağıda baqajlarını verirsən, baqajların çekindən sonra sənin otağının qapısının önünə qoyulur və şəklini çəkirlər. Bu gəmi kartını əlinə verirlər və ondan sonra sən gəmiyə daxil olursan. Gördüyünüz kimi bu möhtəşəm gəmi ilə tam 7 gün dənizdə səyahət edəcəyik. Bunun özü mənə stimul verir. Budur o an, bu gördüyünüz gəmiyə artıq daxil olduq. Girişdə pasport və biletlərimizi necə deyərlər yoxladılar. İndi isə içəri girdik. Gəlin görək bizi içəridə necə dünya gözləyir. İçəri girən kimi bizi gəminin əsas mərkəzi atrium, yəni bu möhtəşəm foyer qarşılayır. Bura sanki lüks bir otelin zalıdır. Resepsiyona tərəf gedəndə bura isə guest servis, yəni resepsiyon hissəsidir. Səyahət boyunca hər hansı bir sualınız, ekskursiya ilə bağlı sifarişiniz və ya kartla bağlı məsələniz olsa, birbaşa müraciət edə bilərik və burada personal həddindən çox köməkçilidir və hər şeyi çox sürətlə həll eləməyə çalışırlar. Gəmiyə girən kimi təhlükəsizlik
təlimləri keçirilir. Bu gördüyünüz əgər gəmiyə girən, gəmidə hər hansı bir fövqəladə hal baş verərsə, bizim hansı mərtəbədə, hansı liftin qabağında olacağımızla bağlı a, məlumatlandırmadır və biz ora gəmiyə girəndə ilk gedirik və bu təlimi yerinə yetirirsən, ondan sonra onlar sənin kartını registrasiyadan keçirdir ki, bu pasajir təlimi keçdi və hazırdır. Və bu təlimi keçəndən sonra artıq nə edirik? Əlbəttə ki, vaxt itirmədən gəminin ən canlı, ən dadlı hissəsinə, göyərtəyə qalxırıq. Burada gəmiyə minən kimi ilk işimiz həm ətrafa baxmaq, həm də dadlı bir yemək olacaq. Və budur. Am, Göyərtədəki əsas yemək xanadayıq. Bura Garden Cafe adlanır və biz indi göyərtəyə çıxdıq. Həddindən artıq çox gözəldir və mənzərəyə bir baxın. Bir tərəfdə masmavi dəniz və liman mənzərəsi, digər tərəfdə isə sonsuz yemək çeşidləri. İnsan daha nə arzulaya bilər ki, həyatda? Təzə salatlar, isti ət, balıq yeməkləri, meyvələr və əlbəttə ki, gözəl desertlər. Hər kəs öz zövqünə uyğun istədiyini seçə bilər. Birazdan yeməyimizi götürüb açıq havada dəniz mənzərəsi qarşısında həzz alacağıq demək istərdim, amma təəssüflər olsun ki, orada yer tapmadıq. Ona görə biz yenidən keçdik, içəridə oturduq. Deməli, istədiyiniz zövqü uyğun, istədiyiniz dünya mətbəxindən, hətta ərəb mətbəxindən beləsinə buradan menyular var idi. Yəni dünyanın bir neçə hissəsindən bura səyahət edənlər, yəni ən ucqar nöqtəsindən səyahət edən belə öz mətbəxindən nəsə tapa bilər və aclıq çəkməz. Azərbaycan mətbəxi olmasa da Azərbaycana mədəniyyətlə olaraq yaxın olan İtaliya mətbəxi burada çox öz sözünü deyir dediyim. Ona görə mən bildiyiniz günlük pizza yeyirdim öz İtalyan adət-ənənəmizə sadiq qalaraq. İndi də gəlin sizə Norvegian Pearl gəmisinin ən ləzzətli mövzusuna, restoranlar və yemək sistemindən danışım. Çünki Norvegian Cruise Line şirkətinin ən böyük üstünlüyü freestyling dining, yəni azad yemək konsepsiyasıdır. Bu o deməkdir ki, burada müəyyən edilmiş yemək saatları və ya məcburi masa seçimi yoxdur. Nə vaxt və harada istəsəniz açıb rahatca yeyə acıyıb rahatca yeyə bilərsiniz. Gəmidə ümumilikdə 15-dən çox müxtəlif restoran və bar var. Bunlar əsasən iki yerə bölünür. Biletə daxil olan pulsuz restoranlar və xüsusi ödənişli restoranlar. Biletə daxil olan pulsuz restoranların içinə Garden Cafe, Indigo and Summer Palace, Oceans Neighborhood Bar and Grill. Deməli, Garden Cafe burada yuxarıda göstərilən göyərtədə yerləşən əsas bufet, şved stolu restoranıdır. Səhər, günorta, axşam açıq olur. Səhər yeməkləri təzə meyvələr, salat, bar meyvələri, müxtəlif ət və dəniz məhsulları, desertlər, bir sözlə bir neçə növ yemək axtarıb tapa bilərsiniz burada.
Indigo restoranında bunlar gəminin iki əsas klassik alakart restoranıdır. Bu arada mən bu restoranlarda Sama Palas'a getdim və onun da videolarını çəkdim, sizinlə paylaşacağım. Burada oturub menyudan yemək sifariş edirsiniz və ofisiantlar sizə qulluq edir. İnteryeri lüks restorandır, amma biletinizin qiymətinə artıq daxildir. Ocean Bar 24 saat açıq olan İrland pub restoranıdır. Gecənin yarısı açsanız gəlib belə burada burger, toyuq qanadları, nachos və ya dondurma yeyə bilərsiniz. Bu o deməkdir ki, gəmidə 24 saat, 7-24 yemək olur. Qismən ödənişli restoranlar, Chutney's Steakhouse əgər həqiqi keyfiyyətli steak və ət yeməkləri sevirsinizsə, gəminin ən məşhur steakhouse-u buradır. Ondan sonra teppanyaki Yapon mətbəxi sevənlər üçün möhtəşəm bir təcrübədir. Aşpazlar yeməyi gözünüzün qabağında masanın üzərində isti tavada şou göstərərək bişirirlər. La Cuisine İtalyan pasta və pizzaları üçün çox xoş, romantik bir məkandır. Bir də Ginza Sushi, təzə sushi və Asiya təamları təqdim edən gözəl restoranlardır. Bu arada son da olsa da məlumat vermək istəyərdim ki, mənim Viyanadan Afinaya uçuşum Sky Express-lə oldu və əgər bundan sonra siz onunla uçacaqsınızsa, sizin bilməyiniz sizə xeyir olacaq. Ona görə bu məlumatı sizinlə bölüşürəm. Deməli, Sky Express gözlədiyimdən yoxlama mövzusunda gözlədiyimdən daha pis çıxdı. Çünki mən düşünürdüm ki, Ryanair qədər, bir də Lauda qədər berbadı yoxdur. Sən demə, amma var imiş. Bu da Sky Express-dir. Çünki Sky Express deməli nə elədi? Pasajirlərin əlavə baqaj məsəl üçün mən almağıma baxmayaraq ölçüsündə çəkisində ölçdü. Amma Ryanair ən azından ölçüsünü ölçür və ondan sonra rahat buraxır pasajirləri. Düzdür, məndə heç bir problem olmadı. Amma digər pasajirlərdə problemlər oldu. Onlara çoxlu stres yaşatdılar. Və bu doğrudan da heç də xoşa gələn bir mənzərə deyildi. Düzü mən çox narazı qaldım bundan. Amma bir çox hallarda qarşılaşdığımız kimi insanlar haqlı, haqsız öz talelərinə boyun əyib buna okey verdilər. Yəni orada mənə bir şey deməyə düşməzdi. Bitirdiyimə görə indi isə əyləncəyə keçim. Gəlin indi Norwegian Pearl gəmisində əyləncə dünyasından danışaq. Çünki bu gəmidə günün 24 saatı darıxmaq deyə bir şey müstəqildir. Yəni hər an, hər küncdə fərqli bir şou və ya aktivlik var. Niyə müstəqildir dedim? Çünki əgər darıxmaq istəyirsənsə darıxırsan, çünki beləsinə darıxmağa heç bir şansın yoxdur. Deməli, burada bir böyük teatr zalı var, Stardust teatr adlanır. Gəminin ən möhtəşəm məkanlarından biri buradır. Bir neçə mərtəbəli bu böyük teatrda hər axşam peşəkar artistlərin iştirakı ilə fantastik şoular təşkil olunur. Broadway üslubunda musiqili tamaşalar, akrobatik şoular, sehrbazlar və stand-up komediyalar olur. Bilet almağa ehtiyac yoxdur. Gəlib istədiyiniz yerdə əyləşib bu möhtəşəm səhnə işlərini pulsuz izləyə bilərsiniz. Ondan sonra gecə klubu və bowling yerləri var. Bliss Ultra Lounge adlanır. Bura gəminin ən fərqli və modern məkanlarından biridir. Axşamlar bura parlaq işıqları və DJ musiqiləri ilə gecə klubuna çevrilir. Ən maraqlısı odur ki, bu klubun daxilində böyük bowling zalaqları var. Dənizin ortasında rəqs edərək bowling oynamaq həqiqətən unikal bir təcrübədir. Mən etdim və siz də edin deyərəm, əgər gəlsəniz bu tətilə. Peru
Club kazino var. Nəhəng kazinodur. Əgər bəxtinizi sınamaq və ya sadəcə o həyəcanlı atmosferi hiss etmək istəyirsinizsə, gəminin mərkəzində böyük bir kazino yerləşir. Yüzlərlə slot maşını, ruletka, poker, blackjack masaları ilə bura tam bir Las Vegas havası yaşadır. Göyərtədə də əyləncələr və partilər olur. Gündüz açıq göyərtələrdə canlı musiqi, rəqs dərsləri və hovuz kənarında oyunlar keçirilir. Axşamlar isə ulduzların altında məşhur White Hot Party, Ağ Parti, yəni təşkil olunur. Bütün qonaqlar ağ paltar geyinir, açıq havada DJ musiqisi altında dəniz ortasında rəqs edir. Canlı musiqi və lounge barlar. Ən çox sevdiyim burada canlı musiqidir bu arada. Daha sakit və romantik axşam keçirmək istəyənlər üçün gəminin fərqli barlarında canlı piano ifaları, caz musiqisi, akustik gitara performansları olur. Bir qədəh götürüb dəniz mənzərəsi qarşısında musiqidən həzz almaq məncə möhtəşəm bir hissdir. Qısacası Norvegian Pearl-da hər kəsin zövqünə uyğun bir əyləncə var. İstər coşqulu partilər sevin, istər klassik teatr tamaşaları.